Ailə Park Qapalı Səhmdar Cəmiyyətinin direktoru Hüseyn Mədətovun barəsindəki cinayət işi üzrə hökmdən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb. Teleqrafın əldə etdiyi xəbərə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və Cümə küçələrinin kəsişməsində yerləşən, istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli yaşayış kompleksinin inşası zamanı aparılan söküntü işlərinə lazımi qaydada nəzarət edilməyib və müvafiq tapşırıqlar verilməyib. Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin edilməməsi və söküntülərin qarşısının alınmaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkiyyətdə olan əmlaklar sökülüb və orada olan əşyalar məhv edilib. Nəticədə vətəndaşlara ümumilikdə 728.893 manat dəyərində ziyan dəyib. İstintaq orqanı tərəfindən Ailə Park Qapalı Səhmdar Cəmiyyətinin direktoru Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci səhlənkarlıq, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən Hüseyn Mədətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 2021-ci ildə Qapalı Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində işləyir. Bizim cəmiyyətimiz tərəfindən Nərimanov rayonu, Təbriz, Həsənoğlu və Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlər sökülərək yerində yüksək mərtəbəli çoxmənzilli yaşayış kompleksi inşa edilir. Həmin ünvanda çoxlu sayda istifadəyə yararsız evlər var. Biz cədvəl üzrə növbəli tikilləri söktükdən sonra orada təmizlik işləri aparmış, zibilləri yığıb kənara atmışıq, yerində yüksək mərtəbəli bina inşa eləmişik deyə Hüseyn Mədətov ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin mart ayında Novruz bayramı bitdikdən sonra, yəni martın 22-sindən başlayaraq ayın sonuna dək tikinti aparılan Həsənoğlu küçəsi 14, 16 və ya 16A ünvanlarındakı binaları, tikilləri söküblər. Təxminən 8-10 gün həmin ünvanda işlərini bitiriblər. Bundan sonra orada təmizlik işləri aparmışıq. Ərazidə cəmiyyətlərimiz tərəfindən yaşayış kompleksinin inşasına başlanılıb deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, direktor həmin kimi bütün işlərə o rəhbərlik edib. Onun sözlərinə görə cinayət işində adı keçən zərər çəkmişlərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə heç kim göstəriş verməyib. Həmin yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi növbəlilik cədvəl üzrə aparılıb. Mənzillərin saxlanılması öhdəliyinin olmasını bilməmişəm. Mənzillərin sökülməsinə dair Nərimanov rayon məhkəməsinin qətnamələri olub. Mən məhkəmə qətnamələrinin qəbul edildiyini fikirləşərək yuxarı instansiya məhkəmələrinin qərarlarını gözləməli olduğumu bilməmişəm deyə Hüseyn Mədətov qeyd edib. Hüseyn Mədətov bildirib ki, zərər çəkmiş şəxsə məxsus ünvanda yerləşən qeyri-yaşayış sahələrini də saxlanılması öhdəliyindən xəbərsiz olub. Çünki həmin qeyri-yaşayış sahələrinin sökülməsinə dair də Nərimanov rayon məhkəmələrinin qətnamələri olub deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Qiyas Ağayev bildirib ki, 3 otaqlı mənzili 2021-ci ildə 120 min manata alıb. Mənzili alanda orada əşyaları olsa da mənzildə yaşamamışıq. Mən işimlə əlaqədar çox vaxt Türkiyədə oluram. Mənim razılığım olmadan mənzilimi sökdüblər. Mənzilimdə mebellər, soyuducu və mətbəxə aid əşyalar var idi. Binada söküntü işləri may-iyun aylarında başlayıb. Binanı sökən zaman mənimlə heç kim əlaqə saxlayaraq məlumat verməyib. Mənzili tanışım Zamiqə tapşırmışdım. Binanın sökülməsi Zamiqə məlumat kimi deyilsə də razılıq olmayıb.
Biz bu barədə məhkəməyə mülki qaydada müraciət etmişik. Mənzillə birlikdə mənə 170 min manat ziyan dəyib. 120 min manat mənzilim üçün, 50 min manat isə mənzildə olan əşyalar üçün tələbim var, deyə zərər çəkmiş şəxs qeyd edib. Nərimanov rayon məhkəməsinin hökmü ilə Hüseyn Mədətovun barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib. Zərər çəkmiş və mülki iddiaçıların iddia ərizələri təmin olunub. Mülki iddiaçıların iddiaları üzrə məbləğlər Qapalı Səhmdar Cəmiyyətindən tutularaq onlara verilməsi barədə qərar qəbul edilib. Hökmdən narazı qalan zərər çəkmişlər apellyasiya şikayəti veriblər. Zərər çəkmişlər Hüseyn Mədətovun əməlini Cinayət Məcəlləsinin 186.2 əmlakı qəsdən məhv etmə və ya zədələmə, 188 torpaq üzərində mülkiyyət, istifadə və ya icra hüququnun pozma və 309-cu vəzifə səlahiyyətlərini aşma maddələrinə tövsif edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı ən ağır cəza təyin edilməsini, həmçinin mülki iddianın tam olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişlərin şikayətləri təmin olunmayıb. Bundan sonra onlar eyni tələblə Ali Məhkəməyə müraciət ediblər. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə zərərçəkmişlərin kassasiya şikayətləri də təmin olunmayıb.